Salam, hər birinizi xoş gördük. Mən sizə 15 mart 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş Azərbaycan dili suallarının qrammatika suallarına baxacağam. Başlayaq suallarımızın izahına. 31-də nə deyir? Nümunə ilə bağlı doğru ikiləri bizdən istəyir. Əvvəla sintakta təhlil edirik. Nə etdi, çıxdı, kim, Səlim, hansı Səlim, yarışın qalibi, hansı dünənki, nə isə söyləyərək tərcüməçi zərfliyi, haradan, otaqdan. Fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Təbii ki, yanlışdır. Nə isə söyləyərək fe'li birləşmədir. Bizə doğru deyir. Bu ifadə isə səhvdir, götürmək olmaz. Tün qarı hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Bəli, Səlim sözü mübtədadır. Xəbərlə əlaqəyə gələn əsas tərəf olur deyə içini götürürük. 3. Çıxışı xalq şəklisi söz tabilik əlaqəsində aslı tərəfdir. Otaqdan çıxdı. Zərflikdir. Zərfli ilə xəbər arasında əlaqə olanda zərflik xəbərdən asılı olur deyə üstə doğrudur. Haqqında danışılan cümlədən çıxarılarsa, yəni haqqında danışılan mübtədadır. İsmi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Bəli, yarışın qalibi çıxdı, mübtəda vəzifəsində olur deyə uzlaşma əlaqəsinə girəndə əsas tərəf olur. 2, 3, 4. Cavabımız 31-də A variantı. 32. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yeni hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. Gedib xaricdə təhsilini artırar o. Qayıdıb vətəndə işləyər o. Sadə cümlə olur. Atası arzusuna çatar. Kim? Atası. İkini götürürük. Elə orada bir iş tapıb işləyər. Kim o? Eyni şəxs aiddir. Yenə sadədir. Biliyi xalqına gərəkli olar. Nə biliyi? Mübtəda düşünürük deyə olur 2 ilə 4. 33. Frazoloji birləşmənin müəyyən edin. Ol, it, bil, frazoloji birləşmə ola bilməz. Qapıdan çıxmaq həqiqidir. Beşi yığılamaq həqiqidir. Frazoloji birləşmə biz bilirik məcazi olmalıdır. Özündən çıxmaq C variantı. 34. Deməli, nümunəsinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrunun altından doğrunu götürürük. Yanlışın altından yanlışı götürməliyik. Fe'llər eyni zamanda. Fe'lləri tapırıq. Saldı sözüdür. Getdin, gözlədim, gəlmədim. Bəli, hər biri eyni zamanda və eyni şəkildədir. Bir doğrudur. Birindən başlamalıdır. Hal şəkilsinin tələbi ilə sözün kökündə sait düşmüş isim tanımlıq vəzifəsindədir. Burada ömrümüzə sözüdür. Onun da saitin itməsinə səbəb mənsubiyyət şəkilsidir deyə yanlışdır. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Gözəl sözüdür. Bəli. İsimləşib, yəni ismin sualına cavab verib 1-3. Yanlışın altından yanlışı götürməliyik. Qullu isə düzəltmə olan feil gözləmək sözüdür burada. Əmr şəklində xeyr. Biz dedik ki, hər biri xəbər şəklində deyə yanlış deyə götürürük. 34-də olur 1-3-4. Yəni D variantı. 35. Cümlələrin birinin xəbəri məstər tərkibi ilə ifadə edilmişdir. Cavab burada E variantıdır. Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Məstər tərkibi olur. 35-də olur E variantı. 36. Hansı nümunədə alına xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? Baxırıq. D variantına baxırıq. Aqil, Səfər və Kərim səni axtarırdılar. Burada aqil, xitab düşünürük. Səfər və Kərim səni axtarırdılar. Bir dəfə də bunu belə həmciz mübtəda kimi düşünə bilərik. Aqil, Səfər və Kərim səni axtarırdılar. 36 olur D variantı. 37-yə baxırıq. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Yazışı və deyişi fərqlənmir. Burada 1-ə gedir. Sonra parlaq səhifələrində gedir. 1-ə gedir 1-lə 3. Səs fərqlərinin sayı bərabər deyil. Yəni səs artımı və ya səs düşümü var. Burada da şəxsiyyət sözünə yığının biri düşür deyə 2-yə gedir 5. Tərkibində kar samit işlənməmişdir. Burada da böyük sözüdür. 3-ə də gedir 4. 1-ə gedir 1-3, 2-yə gedir 5, 3-ə də gedir 4. 37-də olur B variantı. 38-ə baxırıq. Cümlədə buraxılmış durğu işarələrin düzgün işləmə arzını müəyyən edin. Ordu, qaçqınlar, əsirlər bir sözlə. Hər kəs bir-birinə dəyib. Burada ordu, həmcins, qaçqınlar, əsirlər, tiri, bir sözlə vergül. Deməli olur. Vergül, tiri, vergül. 38 olur B variantı. Xəbəri 39-a baxırıq. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur?
Əgər bu sual düşürsə, deməli xəbəri icbar növdə olmalıdır. O da baxırıq. Həmişə həvəslə yazdırırlar. Biri götürürük. Birdən başlamalıdır. 3-də ümumiyyətlə yoxdur. 4-də səhərə kimi kəndə daşmalıdırlar. Bir də 4-ü götürürük. 39 olur C variantı. 40. Verilmiş cümlələr arasında cədvəldə uyğun fikirləri müəyyən edin. Nümunələrin hər ikisinə aiddir. Nümunələrin yalnız birinə aiddir. Baxırıq. Onlarla həll olmamış məsələyə birgə baxış keçirilsə də yenə də bir neçə işi yekunlaşdırma mümkün olmadı. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Kökü homonim olan saydan yaranmış söz işlənmişdir. Burada sayı olaraq birgəni götürürük. Daha doğrusu, yəni birgə sözü saydan yaranmış sözdür. Kökü homonim olan saydan yaranmış söz işlənmişdir. Amma bu ikinci cümlədə belə bir şey yoxdur deyə biri götürə bilmərik. 2. Fe'li birləşmənin aslı tərəfində olan say var. Baxaq. Fe'li birləşmənin aslı tərəfində. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də yenə də bir neçə iş yekunlaşdırmaq mümkün olmadı. İşi yekunlaşdırmaq mümkün olmadı. Mümkün olmadı nə? Bir neçə işi yekunlaşdırmaq. Burada fe'li birləşmə var və aslı tərəfində də sayı görürük. İkinci cümləyə baxırıq. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdır. Hadisə, hansı hadisə? Onlarca insanın gözü qabağında baş verən. Burada da fe'li birləşmə var və aslı tərəfində say var. 2-ni götürürük. Rəqəmlə yazılan bilməyən say işlənmişdir. Bəli, birdə bir neçəni rəqəmlə yaza bilməliyik. İkincidə isə bir çox ifadəsini rəqəmlə yaza bilmərik deyə hər ikisi üçün ortaqdır. 2-3. Baxırıq, yalnız birinə aid olmalıdır. Neçə say işləndiyin dəqiq müəyyən etmək mümkün deyil. Baxırıq, burada yalnız birə aiddir. Çünki onlarla həll olunmamış məsələ. Biri var əvəzlik olaraq, biri var bunu say olaraq düşünürük deyə yalnız birinə aiddir. 2, 3, 4. 5-ə baxırıq. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Yalnız birinə aid olmalıdır. Baxırıq. Birinci cümlədə yoxdur. İkinci cümləyə baxırıq. Onlarca insanın gözü qabağında baş verən bu hadisə. Bir çox qəzetlərdə tamamlıqda bir çox. Hansı qəzetlərdə bir çox təyin vəzifəsindədir, qeyri-müəyyəndir və tamamlığı izah edir. Bəli, bir çox qəzetlərdə. Nədə? Cavabımız olur 40-da D variantı. Qrammatika suallarının izahı bu qədər. İnşallah növbəti izahlarda mətn suallarının izahına baxarıq. Hər birinizə uğurlar arzulayıram.